Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci riyaziyyat test toplusundan tənliklər sistemi, xətti tənliklər sistemi mövzusuna aid olan tapşırıqların izahını verəcəm. Demək, biz xətti tənliklər sistemini keçdik. İndi belə xətti tənlikləri keçdik. İndi sistemini keçəcəyik. Yəni, bir neçə tənlik bir yerdə qruplaşanda artıq ona xətti tənliklər sistemi kimi deyirik. Onların həlli, demək, hər biri üçün, yəni hər alınan köklər hər bir tənlik üçün keçərli olmalı, həlli olmalı. Bir neçə üsul var tənliklər sistemini həll etmək üçün. Əvəz etməli, toplama üsuludur və s. Onları tapşırıqda rastlaşdıqca danışılacaq. Keçək ilə tapşırıqları. Tənliklər sistemindən XY hasilini deyir, tapın. İndi biz nə edərik tənliklər sistemində? Buradan demək, hər tərəfi bax 3-ə vursaq, tənliklərin hər tərəfi birinci tənlikdə 3-ə vursaq, 3-lər gedər, qalacaq nə? X minus Y. Mötərizəsiz də yaza bilərdik bunu. X minus Y bərabərdir. 4-ü 3-ə vursaq 12. Bunu da 4-ə vuraq ki, kəsirdən qurtulsun. Qurtulsa, yəni 4-lər getdi, X plus Y qalacaq. Bərabərdir. 2 vuraq 4, 8 eləyər. Aldıq belə bir tənlik. Bunlar demək, alt-alta toplasaq, toplama üsulu ilə. Oldu nə? X-in üstə X gələndə 2X, mənfi Y-in üstə Y gələndə 0 eləyəcək, itəcək. Yəni, bir də 12-in üstə 8 gələndə 20. Buradan X-i tapa bilərik. Yəni, X-i yox etdik, qaldı. Belə Y-i itirdik, qaldı X. X-i təkcə tapa bilərik də. İndi 2-yə bölsək hər tərəf. 20-ni 2-yə böləndə alarıq 2. X-i tapdıq. Aparıb bu bərabərliklərdən birində yerinə qoyaq yerinə, X-in qiymətini. Misal üçün, birinci bərabərlikdə 2, X-in yerinə 2 qoydum. Çıxaq Y bərabərdir 12. Buradan mənfi, bax, Y-i sağa keçirdən müsbət olsun, 12-ni sola. Yəni, 2 çıxaq 12 olacaq da bərabərdir. Mənfi Y-i sağa keçirəndə müsbət oldu. 2-dən 12 çıxanda mənfi 10 eləyəcək. Y bərabərdir mənfi 10. Yəni, 2 dənə X-in də qiymətini, Y-in də qiymətini tapdıq. Yəni, bizdən XY hasilini deyir, tapın. X 2-dir, Y mənfi 10-dur. Bərabərdir mənfi 20. Cavab olacaq A variantı. Tənliklər sistemində X minus Y fərqini tapın. Nə edərik? Bunu da 3-ə vuraq, kəsirdən qurtulsun. Bunu da 3-ə vuraq, hər tərəf. Hər tərəf 3-ə vururam. Yəni, bunu mötərizədə yazaq. Bunu da 3-ə vuraq. Buradan nə alınır? Demək, 3x mötərizəyə vuraq. Üstə gələk. 3-ü 3-də 1 Y-ə vursam, 3-lər gedəcək, Y qalacaq. Bərabərdir. 3-ü 3-ə vuranda 9. Burada da 3-ü 3-də 1-ə vurdum. 3-lər getdi, X qaldı. Üstə gələk. 3-ü Y-ə vursam, 3Y bərabərdir 15. Bizdən nə soruşur? X minus Y. İndi bunu biz əvəz etmə üsulu ilə falanla yazıb tapa bilərik. O uzun gedəcək. Bizdən X minus Y soruşur axı. Yəni, bunların yerini dəyişik yazaq. Bax, bu qalsın yerində. 3x plus Y bərabər 9. Y-i bunun altından yazaq. 3Y. Toplananların yerini dəyişək də. Üstə gələk X. Cəm dəyişmir onsuz da. Yəni, tərəf-tərəfə çıxsaq, görərik ki, X minus Y alınır. Bərabərdir. Və yaxud elə buradan alt-alta çıxaq. Bir dəqiqə, alt-alta çıxsaq nə alınır? Bir dəqiqə ilə birbaşa yazaq da. 3x-dən X-in çıxsam, 2x qalacaq. Y-dən 3Y-in çıxsam, mənfi 2Y bərabərdir. 9-dan 15-in çıxsam, mənfi 6. Buradan X minus Y tapırıq da 2-ni çıxarsam, mötərizə xaricinə bərabərdir mənfi 6.
X minus y bərabərdir. Hər tərəfi 2-yə bölsəm mənfi 3 düşəcək. Cavab olacaq D variantı. Elə asan variant da budur. Tənqid sistemdə X plus Y cəmini tapın. Yenə bax, buradan da bu kəsirləri itirək. 2-yə vurarıq hər tərəfini. 2-yə vursaq 2-də 1 gedəcək, x qalır, 2-ni y-ə vurdum, 2y bərabərdir 6, burada isə neçə? 2x üstə gələk, y bərabərdir 12. Bizdən cəm soruşur, cəmləyək elə görək nə alınır? Cəmlənməyək, tərəf-tərəfə çıxaq. Cəmləyə də bilərik, toplasaq 3x, y-i 2y-lə cəmləsək 3y eləyər, bərabərdir 18. Buradan 3-ü çıxardaram. Mütərizə xaricinə x plus y qalar, bərabər 18. 3-ə bölərəm hər tərəfi, eləyər 6. Yəni ki, bax, biz bu tənlikləri əvəz etməklə x-i bərabər eləyib 6 çıxar 2y eləyib, burada qoyub yerinə də yazıb, ayrı-ayrı kökləri tapıb da yaza bilərik. O, biraz uzun çəkəcək. Ona görə elə asan variant. Bunu soruşur axı, cəmi soruşur. Cəm buradan alınır da, elə birbaşa cəmi tapırıq, yazırıq. Cavab oldu A variantı. Y hasilini tapın. Bu şəkildə tənlik veriləndə dərhal görmək lazımdır ki, 2 dənə modulun cəmi, yəni 0-a bərabər o zaman olur ki, bu modulların içi 0 olsun. Çünki moduldan çıxan ədədlər müsbətdir. Mənfi olsa da içi, əgər modulu atanda və ya modulu atırıqsa, o müsbət olacaq. Ona görə bunlar bir şərt mümkündür ki, bu modulun içindəki ifadələr 0-a bərabər olsun. Onda doğru olar. Yəni, elə 2 müsbət ədədi yoxdur ki, cəmi 0 olsun. Demək, bu da 0-dır, bu da 0-dır. Yəni, onu indi biz sistem tənlik kimi yazaq da, bərabərdir 0. X minus 2y üstə gələk 5, bərabərdir 0. Yəni, bu sistem tənliyi həll eləyək. Buradan nə alınacaq? 2x bərabərdir 6-ya, buradan da ki, x minus 2y bərabərdir mənfi 5-ə yazaq belə. Birinci bərabərlikdən x bərabərdir 6-nı 2-yə bölsək 3 düşər. X-in qiymətini aşağıda qoyaq yerinə. 3 çıxaq 2y bərabərdir mənfi 5. Buradan da, yəni 2y sağa, mənfi 5-i sola keçirsəm, nə alacaq? X 3-dür. 2y sağa keçirdim. Mənfi 5 sola. 3 üstə gəl 5, 8 eləyər. Buradan nə alınacaq? Alınacaq ki, x 3-ə bərabərdir. Y də neçəyə? 2-yə bölsək 4-ə. Yəni, aldıq cavabları bu. X-y hasilini soruşur. Bizdən bərabərdir. 3-ü 4-ə vuranda 12 eləyər. Cavab olacaq E variantı. Yəni, bir şey deyim ki, bunlar eyni zamanda, yəni, sistem tənliyin həlli nə deməkdir? Kökləri hər ikisinə aid olsun. Yəni, eyni zamanda bu ifadələr 0-a bərabər olmalıdır. Olarsa x plus y cəmini tapın, yenə həminki qayda ilə həll eləyək. Yəni, 3x minus 18-də 0 olmalı. Doğru olması üçün bir dənə hal var. Ondan başqa hal yoxdur. Yəni, bu da 0 olmalı, bu da 0 olmalı ki, cəmləyəndə 0 olsun. X minus 3y minus 9 bərabərdə 0 olmalı. Buradan nə alınar? 3x bərabər 18. Buradan da x minus 3y 9-u sağa keçirdim. Buradan x olacaq. 3-ə bölsəm hər tərəfi 18-ə 3-ə 6 eləyər. X-in qiymətini qoyuram yerinə. 3y bərabərdir 9. Demək, x 6 oldu. Buradan 3y sağa, 9-u sola. 6 çıxaq 9 bərabər 3y. X bərabər 6.
6-dan 9 mənfi 3 eləyəcək. Hər tərəfi 3-ə bölsəm mənfi 1 alınacaq. Y bərabərdir mənfi 1. Yəni bizdən x plus y cəmini soruşur. Cəmini soruşursa x-ə y bərabərdir 6 üstə gələk mənfi 1. Bu da eləyər müsbət 5. C variantı. Dəliklər sistemini həll edin. Nə edərik buradan? Əvəz etməklə eləyək. Ya x ya y nəyə bərabərdir? Bu aşağıdakından. X bərabərdir 2 minus y. Aparıb bu x-in bu qiymətini burada qoyarıq yerinə, əvəz eləyərik də y ilə. Sonra y-i oradan tapıb gəlib x-i taparıq. Yəni, bax, bu x-in yerinə biz 2 minus y yazacaq. 7 vurulsun, 2 minus y. Bərabər nəyə? 4-ə. Çıxaq 3 y qaldı. Yaddan çıxdı, qaldı. Minus 3y bərabərdir 4. Buradan alınlar nə? Vuraq bir mötərizəyə 14, çıxaq 7y, çıxaq 3y bərabərdir 4. X də bərabərdir 2 minus y-ə. Bu mənfi 10y eləyir. Sağa keçirdərəm 10y. 4-ü də sola keçirdəcəm. Yəni 14 çıxaq 4 bu bərabərdir. Mənfi 10-u sağa keçirsəm müsbət 10 eləyəcək. 10y. X də bərabərdir 2 minus y-ə. Buradan 14-dən də 4-ün çıxsam 10 eləyər. Hər tərəfi 10-a bölsəm y bərabər 1 olacaq. Qoyuram burada yerinə x-i tapıram. X bərabərdir 2 çıxaq 1. Y-in yerinə 1 yazıram. Eləyər 1. Yəni aldıq ki, cavablar nəymiş? Y 1 imiş, x də 1. İkisi də 1 imiş. Həll edin. Yəni cavab B olacaq. Tənliklər sistemində x kvadrat plus y kvadrat cəmini tapın. X və y-i taparıq. Sonra kvadratlarını müəyyən edərik. Nəyə bərabərdir? Buradan nə alınacaq? Gəlin buradan y-i bərabər eləyək, əvəz etməklə eləyək. Ya bərabərləşdirə də bilərik, əmsallarını yaza bilərik. Yaxşısı burada y-i əvəz eləyək, ikinci bərabərlikdən. Yəni y bərabərdir, x-nə əvəzləyək də 4 çıxaq 3x. 3x-i sağa keçirdim. Bu y-in qiymətini gətirək burada qoyaq yerinə. Yəni 2x üstə gələk, 3 vurulsun, y-in əvəzinə yazdıq, 4 minus 3x. Bərabərdir 5. Buradan nə alınacaq? Vuraq açaq. 2x plus 3-ü vurdum 4-ə 12. 3x-ə mənfi 9x bərabərdir 5-ə. Buradan y bərabərdir 4 minus 3x-ə. Nə alınacaq? 2x mənfi 9x mənfi 7x. Bu dəfə 12-ni keçirdək bu tərəfə. Ya fərqi yoxdur? Yox. Mənfi 7x plus 12 bərabərdir 5 almışıq. Burada da y bərabərdir 4 minus 3x. Mənfi 7x-i sağa, 5-i sola keçirsəm, olacaq 12-dən 5-in çıxsam 7 bərabərdir. Bu da sağa keçirdəndə müsbət olacaq. 7x olacaq. Y bərabərdir 4 minus 3x. Yəni buradan x bərabər 1 olar. Buradan isə y-i də tapa bilərik. Y bərabərdir 4 çıxaq 3 vuraq. X-i 1 tapmışıq. Qoyaq yerinə 1. Alarıq nə? 3-ü 1-ə vuranda 3. 4-dən 3-ün çıxsam 1. Yəni x də 1 oldu. Y də 1 oldu. Cavabımız da bu olar. Kvadratını soruşur. X kvadrat plus y kvadrat bərabərdir 1-in kvadratı üstə 1-in kvadratı 2 eləyəcək. A oldu cavab. Tənliklər sistemində fərqini tapın. Bu da həmin tipli misaldır.
Gəlin bunu alt-alta toplayaq. 3x-in üstə x gələndə neçə eləyəcək? 4x eləyər. Y-in üstə mənfi y, bunlar islah olacaq. Mənfi 1-in üstə 5 gələndə müsbət 4. Buradan x bərabərdir 1-ə. X-i 1 tapdıq. Qoyaq burada 1-in də yerinə. Bu daha sadədir. Sadədə qoyuruq yerinə. Yəni x-in yerinə 1 yazdım. X-in yerinə 1 yazdım. Çıxaq. Y bərabərdir 5. Buradan y-i sağa 5-i sola. 1 çıxaq 5 bərabərdir y. Y bərabərdir mənfi 4 olacaq. Yəni 1-i 1, 1 mənfi 4. Bax, burada nə soruşur? X kvadrat çıxaq y kvadrat bərabərdir. X-in yerinə 1-in kvadrat çıxaq y-dəki mənfi 4-dür kvadratı bərabərdir. 1 çıxaq mənfi 4-ün kvadratı müsbət 16 eləyər. Amma qarşısında mənfi var. 16 bərabərdir mənfi 15. Cavab D olacaq. Tənliklər sistemindən x-y hasilini tapın. Gəlin bunu başqa üsulla eləyək. Yəni, bax, tutaq ki, birinin əmsallarını bərabərliyə gətirək, islah eləyək. Çıxaq. Ya toplayaq, fərqi yoxdur. Yəni, bu tənliklər sistemində alt-alta çıxa da bilirik, toplaya da bilirik. Belə eləyək. Bunu 3-ə vuraq. Bunu 3-ə vuraq, bunu 2-yə vuraq. Tənliklərin birini, hər tərəfini 3-ə vuraq. Bu 6x olsun. Bunu 2-yə vuraq. Bu da 6x olsun. Y hasilini oradan taparıq. Yaxşı, bax, 3-ə vurdum, oldu nə? 2x-i 3-ə vurdum, 6x. Üstə 3-ü 3y-ə vuranda 9y eləyər. Bərabərdə 9-u 3-ə vurdum, 27. İndi 2-yə vururam. Bu da 6x elədi. Üstə gələk 4y. Bərabərdə 2-ni 11-ə vursan 22. Alt-alta çıxsam, çıxaq. 9y-dən 4y, bu 0 oldu. 9y-dən 4y 5y bərabərdir. 27-dən 22-sini çıxsam 5 qalar. Y bərabərdir 1. Y-i 1 tapdım. İndi aparaq bərabərliklərdən birində qoyaq y-in yerinə. Ya bunda, ya bunda fərqi yoxdur. Üstəkini də qoyuram. 2x üstə gələk, 3 vuraq. Y-in yerinə 1 yazdım. Bərabərdir 9. 2x bərabərdir 9-dan 3 çıxaram 6. X bərabərdir 2-yə bölsəm 3. Cavab oldu. x3, y1. Bizdə x-y hasilini deyir. 3 vuraq 1 bərabərdir 3-ə. B variantı. Tənliklər sistemində x-y hasilini deyir, tapın. Burada da, yəni, bu cür yazılanda, əmsallar fərqli olanda birini, yəni, məhsulların birinin əmsalını bərabərləşdirmək lazım. Demək, bunu 2-yə vursan, bunu da 7-yə, x-lərin əmsalları bərabərləşəcək. 2-yə vuranda olacaq nə? 14x, üstə gələk, 4y, eləmi? 4y bərabərdir 2-ni 20-yə 40. Bunu 7-yə vursam 14x, üstə gələk 14y bərabərdir 25-i də 7-yə vursaq 140, o da 35-də gələk üstə 175. Bu 49 eləyər. Dəqiqə bu 49 eləyər. 7-ni 7y-ə vuranda 49 y eləyəcək. İndi biz tərəf-tərəfə çıxsaq, x-lər gedəcək. Burada qalacaq mənfi 45y. Bu da bərabərdir. Çıxırıq da. Bu da mənfi 175-dən 40-ın çıxsaq 135. Yəni, y bərabərdir mənfi 135 bölək mənfi 45. Bu da eləyər müsbət 3. Yəni, y-i tapdıq 3. Aparaq qoyaq bunlardan birində yerinə. Tutaq ki, aşağıdakında qoyaq yerinə. 2x bərabərdir. Üstə gələk 7 vuraq, y 3-dür. 3 bərabərdir 25. 2x bərabərdir 25 çıxaq 21. 2x bərabərdir 4. X bərabər 2. Bizdən x-y hasilini soruşur. X-i 2 tapmışıq, y-i 3. 6 eləyər, cavab B.
Təhlüklər sisteminin x, y hasilini tapın. Bunu gəlin həll etməmişdən qabaq 12-ni 0,6-ya bölüncə elə gəlin 10-a vuraq hər tərəfi. Bu 10-luq kəsirdən qutarsın. Olacaq nə? 10-u vurdum 0,6-ya 6x minus y bərabər 12 alındı. 120 alındı. Sonra buna vurdum 7x də elə y bərabərdir. 21-də 10-a vursam 210 alınır. 6-ya bölsəm birincini. Hər tərəfini 6-ya bölsəm olacaq nə? Yəni x minus y bərabərdir. 120-ni 6-ya bölsəm 20. 7-yə bölsəm x də elə y. 7-yə böləndə 30 düşəcək. Bərabərdir 30. Şimdi bizdən x, y hasilini deyir tap. Alt-alta toplasaq bu 2x eləyər. Y-lər gedəcək 50. X bərabərdir 25 oldu. Aparıb qoyaq x-in qiymətini bu bərabərliklərdən birində yerinə. Bunu da tutaq ki, ikinci də qoyaq yerinə. X 25-dir. Üstə gedək. Y bərabərdir 30. Yəni buradan yazdım. 30. Buradan y bərabərdir 30 çığa 25. O da 5 eləyər. Demək, y-i 5 tapdıq. X-i 25. X, y hasilini soruşur. 5 vuraq 25 bərabərdir 70. 125. 125. 15'e vururum. Cevap B olar. Təhlüklər sistemindən y minus x fərqini tapın. Öncə bu 0,4'ü kəsirdə ifadə eləyək. Bu bilirik ki, sonsuz dövrü onluq kəsirdir. Yəni y bölək x bərabərdir. Bunu nətər yazırdıq? Mötərizənin içindəki ədədlərin sayı qədər 9 yazırıq məxrəcdə. Bir dənədir, 9 bir dənə yazdım. Sürətdə də elə özü 9'da 4. Yəni bunu ifadə elədim 9'da 4 ilə. Sonra burada nə alınacaq? Buradakini saxlayaq ki, x minus 5y bərabərdir -4. Buradan x çarpaz vurarıq gələr, yəni olar nə? Y bərabərdir 9'da 4 x-ə. 9'da 4 x-ə. Buradan da 2x minus 5y bərabərdir -4'ü saxladım olduğu kimi. Birbaşa bura gətirib yaza da bilərik. Yaxşı, yazaq elə x-in əvəzinə, belə y-in əvəzinə 9'da 4 x yazaq. İkincidən 2x minus 9'da 5 vuraq. 5 vuraq, yəni 5 vuraq. Y-in əvəzinə bunu yazdım da 9'da 4 x bərabərdir -4'ə. İndi hər tərəfi gəlin 9'a vuraq, kəsirdən qurtaraq. Yaxud da orta məxrəc 9 götürürük. 5 4'ə vurulacaq bu 20, o heç onu yazacağım. Yəni 9'a vuraq sol və sağ tərəfi. Olacaq nə? 18x 9'a vursam bu 9'lar gedəcək. 5 vuraq 4 20 eləyəcək də 20x bərabərdir. -4'ü 9'a vuranda -36. Bu eləyər -2x bərabər -36. -2'yə bölsəm hər tərəfi olacaq müsbət 18. X-i 18 tapdım. Qoyuram burada yerinə y-i tapıram. Y bərabərdir 9'da 4 vuraq 18. 18 ilə 9 ixtisar gedir. 2 dəfə 4'üm 8 eləyər. Demək bizdən nə soruşur? Y minus x-i soruşur. Y 8'dir. X də 18'dir. Bərabərdir -10'a. O da E variantı. Təhlüklər sistemindən fərqini tapın. Yəni bayaqki kimi 13'də də, yəni x bölək y 0,5'i nədir? Sonsuz dövrü onluq kəsirdir. Bərabər nətər yazırıq? Mötərizədə olan rəqəmlərin sayı qədər 9 yazırıq. Bir dənədir, bir dənə 9 yazdım. Sürətdə də bu elə
vergüldən sağdakı ədədləri yazırıq da, fərqini, ancaq burada 0-da vergüllə. Yəni 5, təkcə 5-i yazacaq, 9-da 5. İkincidə 3x minus 2y bərabərdir -3. Buradan y-i çarpaz vuraram, gəlib sürətə düşəcək də. Yəni x bərabər olacaq 9-da 5y. Və yaxud hər tərəfi y-ə vursam, y-lər burada gedir, x tək qalır orada. Burada isə 9-da 5y qalır. 3 x-in yerinə bu 9-da 5y yazaq. Çıxaq 2y bərabərdir -3. Bu ikinci bərabərlik yazaq. Buradan nə alınır? Demək, x bərabərdir 9-da 5y. 3 ilə 9 ixtisar getsə qalacaq burada nə? 3-də 5y. Çıxaq 2y bərabərdir -3. Gəlin 3-ə vuraq, kəsrdən canımızı tutaraq, yəni 3-ə vuraq sol və sağ tərəfi. Bunda nə alınacaq? Birincini saxlayaq olduğu kimi x bərabərdir 9-da 5y. 3-lər getdi, 5y qaldı. 5y 3-ü -2y vuranda -6y bərabərdir -9. Buradan nə alınır? X bərabərdir 9-da 5y. -y sağa, 9-u sola keçirsəm, yəni 6y bərabərdir. 6y bərabərdir. Daha doğrusu 6y niyə? -5y. 5y-dən 6y çıxanda -y edir. Bərabərdir -9. Hər tərəfini -1-ə vuraram, ya bölərəm. Arıq nə? X bərabərdir 9-da 5y. Y bərabərdir 1-ə. 9-a. 9-a. Aparıb y-in qiymətini yerinə qoysaq, 9-da 5, y 9 tapmışıq. Oradan da x-i tapmış olarıq. Yəni x bərabərdir 5, y bərabərdir 9. Bizdən x minus y fərqini soruşur. 5 çıxaq 9 bərabərdir -4 c. Bax, buradan x kvadrat, bir də 4x yanaşı bir qruplaşdıraq. Buna nə əlavə eləsək kvadrat alarıq, cəmin kvadratı. 4 əlavə eləsək cəmin kvadratını alacaq. 4 əlavə eləmişiksə 4 çıxmalıyıq. Y kvadratı ilə 5y, 6y daha doğrusu, yəni üstə gələk, y kvadrat, çıxaq 6y. Buna nə əlavə eləyək ki, fərqin kvadratı olsun, 9 əlavə eləməliyik də, y minus 3-ün kvadratı olacaq. Yəni, bunları bir qruplaşdırdıq. 9 əlavə eləmişəmsə, 9 da gərək çıxam, üstə gəl 13, bərabərdir 0. Aldıq nə? Bax, bu yəni x üstə gələk 2-nin kvadratıdır, yəni kvadratı açanda bu verir. Üstə gələk, y çıxaq 3-ün kvadratı da budur. -9-dan -9, 13 eləyər, -13 eləyər, toplayanda 0 eləyər. Yəni, bərabərdə 0 aldıq. Belə görsənir ki, birinci ifadədə, ikinci ifadədə müsbət ədədlərdir. Onlar nə zaman cəmi 0 olar? İki müsbət ədədin cəmi o zaman 0 olar ki, onlar 0 olsun. Yəni, bunların hər ikisi 0 olmalıdır. Onu sistem tənlikdə yazırıq. X üstə 2 bərabər 0, y minus 3 bərabərdir 0 ödənməlidir. Buradan x bərabərdir -2, y bərabərdir 3. Yəni, bizim həllərimizdə x, y hasilini soruşur. X, y, yəni -2 vuraq 3, o da eləyər -6. Doğru cavab olacaq. Bu da eyni tipli misaldır. X kvadrat minus 2x kvadrat, 2x. Buna əlavə eləsək
1. Bu x minus 1'in kvadratını verəcək. 1 də çıxmalıyıq. Bunu bir qruplaşdıraq. Y kvadrat plus 4y var burada, eləmi? Bir dənə də 4 əlavə edib 4 çıxsaq, bu bizə y üstəgəl 2-nin kvadratını verəcək. Üstəgəl 5 var burada. Bərabərdir 0. Yəni bu x minus 1'in kvadratı oldu. Mənfi 1, mənfi 4, mənfi 5 eləyir. Bunlar 0 verəcək. Bu isə üstəgələ y üstəgəl 2-nin kvadratı. Bərabərdir 0 olur. Bunu da yəni sistem tənlik kimi yazaq. Yəni bunlar o zaman bir bərabərlik ancaq bir halda doğrudur ki, bu mötərizənin içindəkilər 0-a bərabər olsun. Qalan digər hallarda mümkün deyil. Yəni elə bir hal yoxdur ki, 2 müsbət ədədin cəmi 0 olsun. Buradan x 1-dir, y mənfi 2-dir. XY hasilini soruşur. 1 vuraq mənfi 2, bu da mənfi 2-yə bərabərdir. Sıfır olursa x-i tapın. Yəni dediyim kimi bunlar ikisi də müsbətdir kvadratına görə. Hətta 2 mənfi olsa da kvadratı onu müsbət eləyəcək. 2 müsbət ədədin cəmi o zaman 0 olar ki, onlar 0-a bərabər olsun. Buradan gəlin 5-ə vuraq. 5-ə vursaq, bax bunu 5-ə vururam. Bunu da 2-yə vuraq, qurtulaq demək kəsirdən. Nə alınacaq? 5-ə vursam 4y qalır burada. 5-ə vursam 120 eləyir. Mənfi 120. Sağa keçirdirəm onu. Müsbət 120 olacaq. 2-yə vurdum elədi. X üstə gələk. 2y mənfi 16 eləyər. Sağa keçirdirəm müsbət 16. 4'ə bölsəm hər tərəfini olacaq y 30. 30 qoyuram burada qiymətini yerinə x bərabərdir. 2-ni 30'a vuranda 60, 16 çıxaq 60 olar. Buradan nə alarıq? X-i tapın deyir. Oradan da alarıq ki, 16-dan 60'ın çıxsaq mənfi 44 alacaq. Yəni x bərabərdir mənfi 44. Bizdən elə x-i soruşur, yəni y ehtiyac yox. D variantı. Bu da eyni tipli misaldır. 4'də 3x minus 15'də 0 olmalı. 2'də 1x üstəgəl y minus 4'də 0 olmalı. İkisi də. Buradan 4'ə vururam hər tərəfi. 4'ə bunu vururum. Bunu da 2'yə vururum ki, kəsirdən qurtulaq. Olacaq nə? 3x çıxaq 4'ə vursam neçə eləyər? Mənfi 60. Bu da 0'ı da 4'ə vururuq da, o da 0 eləyir. Yəni sağa keçirdirəm, müsbət 60 olur. 2'yə vurdum x üstəgələ 2y mənfi 4'ü 2'yə vurdum, mənfi 8, sağa keçirdərəm, müsbət 8. X buradan 20'yə bərabərdir, x-i qoydum yerinə 20'ni. Onda 2y bərabərdir, 8 sağa, 20'ni sağa keçirdirəm də. Bax, x-in yerinə 20 qoysam bura, sağa keçirdəndə 8 minus 20 olacaq. Demək, x 20, y-i tapırıq, eləmi? Bu eləyər mənfi 12, 2'yə bölsəm, y bərabərdir, mənfi 6 olar. Yəni, y deyilir, y-də tapdıq ki, mənfi 6'dır. Olarsa, cəmini tapın. Bərabərsizlik şəklində verib, yəni 0-dan kiçik ola bilərmi 2 müsbət ədəd? Yəni, moduldan çıxan ədədlər müsbətdir. Yəni, bu da müsbətdir, bu da 2 yox ha, yəni moduldan çıxandan sonra.
müsbət ədədlərin cəmi sıfırdan kiçik olanmaz. Bir hal var ki, o da bərabər olar. Yəni x minus y də x minus y yox, x minus 4-dür orada. Bu da sıfır olmalı ki, bu da sıfır olmalı. Bir variant mümkün də bərabər olsun. Yəni bax, kiçikdir yox. Bu hal o zaman doğru olar ki, y minus 7 bərabər sıfır olsun. Bir hal var, vəssalam. Böyük olsaydı var idi, amma kiçik olmur da, yəni bərabər sıfır olur. Bunu da yəni sistem tənlik kimi yazaq. X minus 4 də sıfır olmalı. 3y minus 7 də sıfır olmalıdır. Buradan x4 3y bərabərdir 7-yə. x4 y bərabərdir 3-də 7-yə. x plus y cəmini soruşur. Yəni 4-ün üstünə 3-də 7 gəlməliyik. 3 orta məxrəc. Bu 1-ə böldük 3, 4-ə vurdum 12, üstə gələ 3-ü 3-ə böldüm 1, 7-yə vurdum 7. 3-də 19 alınacaq. Cavab D olar. Olarsa hansını tapın? Dedik ki, yəni bu ifadə ancaq bərabər olanda doğru ola bilər. Sıfırdan kiçik olmaz. Bərabər sıfır olar. Buradan da mütləq bunlar sıfır olmalı. X minus 3 sıfır olmalı. 2y minus 3 də sıfır olmalıdır. Buradan x 3-ə, y bərabərdir 3 bölək 2-yə alınır. Bunların hasilini soruşur. 3 vuraq 2-də 3. O da 2-də 9 eləyər. C. Tənliklər sisteminin həlli üçün ifadəsinin ən kiçik qiymətini tapın. Burada üçüncü bir parametri, yəni məhsul qoyublar. Yəni biz A ilə ifadə eləyəcək ki, bu ifadəsinin ən kiçik qiymətini tapaq. X-i də Y-i də A ilə ifadə eləmək lazımdır. İndi bunları biz alt-alta çıxıb Y-i A, sonra belə də eləyə bilərik. Bax, məncə belə daha asan olar. Baxın, Y bərabər A. Bax, burada da bir dənə Y əlavə eləyirəm, Y çıxıram. Yəni, əlavə eləyib çıxıram da. Bax, X plus Y-in əvəzinə A yazacağım ona görə. Minus 3Y. Buradan X-i itirirəm də. 3Y bərabərdir 6. Buradan nə alınır? X üstə gəlir Y A-ya bərabərdir. Yəni, bu A-dır. X üstə gəlir Y A-dır. A çıxaq 4Y olacaq da. Bərabərdir 6-ya. Yəni, buradan Y-i tapa bilərəm. Yəni, x üstə gələk Y bərabərdir A. 4Y sağa 6-nı sola keçirsəm, olacaq nə? A çıxaq 6 bərabərdir 4Y. Buradan da Y nəyə bərabərdir? 4-ə bölərəm də hər tərəfi. A minus 6 bölək 4. Y-in qiymətini burada yerinə qoysam, burada x nəyə bərabər idi? A çıxaq Y-də, yəni x bərabərdir. A çıxaq bu. 4-də A minus 6. Buradan nə alınır? 4 orta məxrəc olsa, x bərabərdir. 4 orta məxrəc, 4-ə çıxaq A, eləyər 3A, eləmi? 3A. Minus mənfi 6 plus olacaq da, üstə gəl 6. Demək, Y də bərabərdir 4-də A minus 6. Yəni, qiymətlərini A ilə ifadə elədik x-i ki, buradan bizdən soruşur x kvadrat minus Y kvadratın ən kiçik qiymətini. Biz indi qiymətlərini qoyaq yerinə. Bu x minus Y x plus y-dir də kvadrata yüksəltməyək. Yenə birbaşa belə fərqini və cəmini yazaq. Bunların fərqi. Məxrəcləri eynidir. Elə eyni kökdə yazıram. Bir də minusunu yazaq. Yəni 3A plus 6 minus bu olacaq da. Sürətlərin minusu. Minusunu yazıram, sonra plusunu yazacaq. Minus A minus mənfi 6 plus 6 eləyir.
Bu 1 vuruq, sonra sinusunu yazaq. 4 orta məxrəc. Demək 3a sinus 6. Sinus 6 minus, bunu 4-ə vurmadım axı. 4-ə vurmaq lazımdır. Yox, 4-ə vurmuruq da. İkisində də 4-dür, bəli. 6 minus 6. A minus 6 bərabər. Məxrəc 16 olar. 4 4-ə vurulanda. Burada 2a qalır. 6 ilə 6 da 2a üstə gələk 6. 12 daha doğrusu. Burada nə qaldı? 4a, elə 4a qaldı da, 4a. 6'lar gedir. Buradan eləyə 4 nə ixtisarləsək, burada qalacaq. 4 2-ni də çıxarsaq buradan mötərizə xaricinə qalacaq nə? A üstə gələk 6 vuraq A bölək 2. Buradan aldıq nə? 2 A kvadrat plus 6A. Bu ifadənin ən kiçik qiymətini soruşur bizdən. Sürətə baxaq. Yəni bunun ən kiçik qiymətini tapmaq üçün bunu tam kvadrata gətirək. Yəni tam kvadrat olması üçün 9 əlavə eləməliyik. 9 çıxaq da həmçinin də. Yəni bu bizə verəcək nə? A üstə gəl 3-ün kvadratı. A üstə gəl 3-ün kvadratı bərabərdir. A üstə gəl 3-ün kvadratı çıxaq 9. Bu da 2-yə bölək. Demək, bu kvadratın ən kiçik qiyməti 0-dır. Demək, mənfi 9 bölək 2 olacaq. O da mənfi 4,5 olar. Cavab da C variantı olar. Tənliklər sistemini həll edin. Yəni, bu tənliklərə baxan kimi dərhal bizim gözümüzə çarpmalıdır ki, moduldur. Modul müsbət olmalıdır. Yəni, bu sağ tərəfdəki ifadə ya 0 olmalı ən azından, ya da ki, 0-dan böyük olmalı. Yəni, x üstə gələk y plus 1 böyük bərabər 0 olmalı. Yoxsa əks təqdirdə mənası olmaz. Həmçinin bu, yəni x minus y üstə gəl 1 böyük bərabər 0 olmalı. Ki, modul müsbət, bilirik ki, müsbətdir. Mənfi olarsa mənası olmaz. Yaxşı. Buradan bunu biləndən sonra ki, bu modul müsbətdir, modulun içi müsbətdir, modulları ata bilərik. Modulları atsaq, görək nə qalır. Yəni, x minus y üstə gedək 1 bərabərdir. X üstə gedək y üstə gedək 1. Buradan sonra digərində yazaq da x üstə gələk y üstə gələk 1 bərabərdir x minus y plus 1. Bax, x-lər eyni işarə əldə gedər. Y-i sağa, 1-i sola keçirsəm, yəni görərək ki, 2y bərabərdir 0 alındı orada. Burada da həmçinin 2y bərabərdir 0 alınacaq. Yəni, buradan müəyyən elədik ki, y 0-a bərabərdir. Y-in 0 olduğunu tapdıq. Bu bərabərsizlikdə qoyaq yerinə ya bunda, ya bunda, yəni eyni şey olacaq yəqin ki. 0-ı qoydum yerinə. X üstə gələk 1 böyükdür 0 olur. X böyük bərabərdir, mənfi 1 olacaq da. Yəni, 1 mənfi 1-dən böyük olmalıdır ki, bax, qoysaq yerinə müsbət olsun. Tənliklər sistemində y-x fərqini tapın açıq sualını verib. Biz onda belə eləyək də, bu y-in həm mənfi və həm müsbət halına baxaq. Tutaq fərz edək ki, y-imiz 0-dan kiçikdir. Mənfidir. Mənfi olanda, yəni birinci olduğu kimi saxlayaq. Ya 1-i sağa keçirdirəm, 1. Burada nə qalır? Mənfi olanda qarşısına mənfi yazırıq da. Minus x çıxaq 1. Bərabərdir 1 də. Yəni, nə aldıq biz?
y-in cəmi 1-ə bərabərdir, mənfisi də 1-ə bərabərdir. Yəni bu hal mümkünmü? Yəni bu boş çoxluqdur da, eləmi? Boş çoxluq olacaq. Müsbət halına baxaq, onda y-in müsbət halına baxaq, ikinci halı, yəni y üstə x bərabər 1, müsbətdirsə modulu atarıq, y çıxaq x bərabərdir 1. Tərəf tərəfə çıxsa 2x eləyəcək də, x çıxaq mənfi x, 2x eləyər. Birdən də 1 çıxanda 0, x bərabərdir 0, x-i 0 tapdıq. Bax, burada birində qiymətin yerinə, onda y-i də 1 tapmış olarıq. Bizdən y minus x-i deyir tapın. Yəni 1 çıxaq 0, o da bərabərdir 1. Yəni aldıq cavab 1. Təhlillər sistemində x minus y fərqini deyir tapın. Burada da x-in 2 halına baxaq. Fərz eləyək 0-dan böyükdür. 0-dan böyük olduğu kimi, yəni birincini saxladım, 2-ni sağa keçirdirəm. İkincidə modulu ata bilərik, müsbət halıdırsa əgər, x-in müsbət halında bərabərdir 2. Tərəf tərəfə toplasam, olacaq nə? 2x bərabərdir nəyə? 4-ə, x bərabərdir 2-yə. X-i 2 tapdım. Aparıb qoyuram bunlardan birində yerinə, onda y-i neçə olacaq? Y 2 üstə gəl y, yəni y bərabər 0 olacaq. Bu bir halıdır. X fərz eləyək ki, bu birinci idi. İkinci, baxaq mənfi halına. X üstə gələ y bərabər 2, birinciyə dəymədi. İkincidə bilirəndə ki, x mənfidir, onun qarşısına mənfi atıb, modulu atırıq. Bərabərdir 2. Buradan nə alındı? X üstə gələ y bərabər 2 və mənfi x üstə gələ y bərabər 2. Yəni bu hal mümkün deyil də, həm mənfi olsun, həm müsbət. Yəni bu boş çoxluqdur. Biz buradan yəni tapdığımız qiymətlə, yəni x minus y-i tapa bilərik. 2 çıxılsın 0 bərabərdir 2. Demək, x-imiz 0-dan böyük imiş həm də, müsbət ədəd imiş. Cavab oldu 2. Tənliyini ödəyən x və y natlı ədədləri üçün 5x plus 7y ifadəsinin kiçik qiymətini tapın. X minus, onu kvadrat vurublarını ayırsaq, müxtəsər vurma düsturunun köməyi ilə bərabərdir. 35-i də 5 vuraq 7 kimi yazaq. 5 ilə 7 bilirik ki, qarşılıqlı sadə ədədlərdir, elə sadə ədədlərdir ikisi də. Demək, belə çıxır ki, bunun biri 5-dir, biri 7-dir. Yəni, fərqi 5-dir, cəmi 7-dir. Yəni, x minus y 5-dir, x plus y 7-dir. Sistem tənliyini qrup yazsaq, tərəf-tərəfə toplasaq 2x bərabərdir 12-yə, x bərabərdir 6-ya. Bu 6-nı aparıb bunlardan birində qoysaq yerinə, tutaq ki, burada qoyaqlar 6, onda y bərabər olacaq nəyə? 7 çıxaq 6. Y bərabərdir 1. Biri 6-dır, biri 1. Bizdən bu ifadəni soruşur, qiymətini 5 vuraq 6, üstə gələk 7 vuraq 1 bərabərdir. 30 üstə gələk 7 eləyər 37. Ödəyən natural ədədləri üçün ifadəsinin kiçik qiymətini tapın. Vurublarını ayırsaq, bayaqki kimi 55-i yazarıq, 5 vuraq 11 kimi. Qarşılıqlı sadə ədədlər. Demək, x minus 1 natural ədədlərdir də həmçinin deyir. X minus y demək 5-ə bərabərdir. X üstə gələ y, yəni onların cəmi və fərqi natural olmalıdır. Bərabərdir 11. Bu şərtlər ödənməli, bərabərliklər doğru olur. Yəni, sistem tənlik kimi qurduq, cəmlədik 2x bərabərdir 16, x bərabərdir 8.
X-in qiymətini qoydum yerinə. Y bərabər olacaq 11 çıxaq 8. O da eləyər 3. Yəni Y-i də 3 tapdım. 5x plus 3y soruşur bizdən. 5 vuraq 8 üstə gələk 3 vuraq 3. 40 üstə gələk 9 eləyər 49. Bərabərliyini ödəyən x və y natural ədədlərinin hasilini deyir tapın. Bunu ilk öncə qruplarına ayırmalıyıq. 10x kvadratını biz 5x ilə 2x'in hasili kimi yaza bilərəm. 3y kvadratında 3y ilə y-indir. Söhbət budur ki, bunun hansı aşağıda, hansı yuxarıda. Yəqin ki, 3y yuxarıda yazarıq. Y aşağıda, bunları çarpaz vuranda bu 5x eləyir, bu 6x eləyir. Bunun demək müsbət olmalı ki, bu da müsbət olsun. Yəni üstə gələk 3y minus yəni bax 2x, 3y vurdum 6x elədi müsbət. Bu da mənfi 5x eləyir. Toplayanda x verməli. Yəni vurğularımız oldu bunlar. 5x plus 3y 2x minus y bərabərdir 19. 19'u da 19 vuraq 1 kimi yazaram. Yəni bu cəm natural ədədlər olduğu üçün bax, yəni bu 19 budur da, bu başqa variant ola bilməz. 19 budur, elə bir də budur. Şimdi bunları yəni 5x üstə yenə 3y bərabərdir 19. 2x minus y bərabərdir 1. Sistem tənliyini həll eləyək. Bax, ikincidən y-i sağa keçirdirəm. Bərabər olur nə? 2x minus 1-ə. Aparıb qoyuram burada yerinə. Əvəz etmə üsulu ilə. 5x üstə gələk 3 vuraq. 2x minus 1 bərabərdir 19'a. Sistem tənliyini yazaq. Buradan bax 5x nə alınır? 5x üstə elə 3'ü vurdum oldu 6x 3'ü mənfi 1'ə minus 3 bərabərdir 19. Yəni y bərabərdir 2x minus 1. Bu 11x eləyər. 3'ü də sağa keçirsəm 22 eləyəcək. Y bərabərdir 2x minus 1. Yuxarıdan x 11'ə bölsəm hər tərəfi x 2 olar. Qoysam burada yerinə 4 çıxaq 1, y bərabərdir 3 olacaq. Bizdən nöqtədə hasilini deyir tapın. 2 vuraq 3 bərabərdir 6 imiş. Diaqramda verilənlərə əsasən tənliklər sistemi qurun. Yaxşı, quraq. Demək ki, A-nın birinci tənlik, demək A1. A budur da, bu zolaqlı. 3 imiş, yəni A1 3'dür. Sonra B1 nədir? B qaradır. B1 4'dür. Sonra C1'dəki neçədir? 7'dir. Birinci tənliyi quraq. A1'in yerinə 3 yazdım. 3x üstə yer. B1'in yerinə 4y bərabərdir. C1'dəki 7'dir. Bu birinci tənlik. İkinci tənlik də hanı bu? A-nın yerinə demək A2'dir də burada. A2 nəyə bərabərdir? 6'ya. B2 5'ə. C2 də 11'ə. Qoyuram yerinə qiymətlərini. Demək 6x üstə gələk 5y B2'in yerinə 5y bərabərdir. C2'in də yerinə 11 yazdım. 5. Şimdi bunu həll eləmək lazımdır. Neyini? Bax, bunu 2'yə vursaq nə olacaq? 6x yəni bərabərləşəcək, sonra tərəf-tərəfə çıxarıq gedər. Üstə gələk, bunu da 8y 2'yə vuram hər birini 14. Sonra aşağıdakini olduğu kimi saxlayıram. 5y bərabərdir 11. Tərəf-tərəfə çıxsaq, bunlar gedər, 3y qalar. 14'dən 11'in 3, y 1 tapdıq. Aparıb qoyuram bunlardan birində yerinə.
X'i tapıram. 6x üstə gələ 5. Y-in yerinə 1 yazdım. 5 edir. Bərabərdir 11. 6x bərabərdir 6 olacaq. 11-dən 5-in çıxanda x bərabərdir 1. Hər ikisi 1 alındı. Bizdən nə sonra tənlik qurun və x plus y cəmini tapın. 1 üstə gələ 1 bərabərdir 2. Cavab olacaq 2. Tənlikləri də qurduq və tənliklər sistemini də qurduq və x plus y cəmini də tapdıq. Bu da həmçinin onun kimi, yəni A1 neçədir? A-nın, bax, zolaqlının bu 5-dir. Sonra B qaradır, 2-dir. B2, B1. Bu bozdakı 10, yəni C1-dir. Yəni 11. Yaxşı, sonra o birisini A2 bərabərdir nəyə? 3-ə. B2 6 C2 5. Yəni, qiymətlərini qoyuram yerinə, sistem tənliyi qururam. Yəni A1 5, x üstə gələ B1 2, y C1 11. Bu birisi A2 3, x üstə gələk 6, y bərabərdir 5-ə. Bunları, bax, bunu 3-ə vursam, y-ləri bərabərləşər. 3-ə vururam birincini. 15x üstə gələ 6y bərabərdir 33. 3x üstə gələk 6y bərabərdir 15. 15 niyə 5? Buna vurmamışam. Bu olduğu kimi qalır. Tərəf-tərəfə çıxıram. 15x-dən 3x-in 12x. Bunlar gedər. 33-dən 5-in 28. X bərabərdir 28 bölək 12. Yəni 4-ə ixtisar olunur. 3-də 7 alındı x-imiz. Sonra niyə belə alındı ki? 33-dən 5-in 28 eləyir də. Yaxşı. Sonra indi y-i tapaq. Bu qiymətini aparaq qoyaq burada. Bax, tutaq ki, burada qoyuram yerinə. 3 vuraq. 3-də 7. Üstə yenə 6. Y bərabərdir 5. 6y nəyə bərabərdir? Bu 3-lər getdi 7. 5-i sağa keçir. 7-ni sağa keçirsən mənfi 2 olacaq. Y bərabərdir mənfi 3-də 1. 3-də 1. Bizdən nə soruşur ki? Deyir ki, cəmini tapın. X üstə gələ y cəmi bərabərdir. X-i tapmışıq 3-də 7. Plus mənfi 3-də 1, yəni minus 3-də 1 deməkdir. 3-də 6, o da 2 eləyər. Yəni cavab oldu 2. 29-da da demək, tənin köklərindən biri 2/5, 2, bu birisi 2/4, 3-dür. Tənliklər sistemi yazın və həll edin. A-nı, B-ni, M-i, N-i buradan götürməliyik. A neçədir? Bir dəqiqə. A4, B3, M5, N isə 2-dir. Bax, burada yerlərinə, A-nın yerinə 4, 4x üstə gələk B 3-dür, 3y bərabərdir C. C-ni tapacaq. B ilə bu birisi isə M 5, 5x üstə gələk N də 2-dir, 2y bərabərdir K. Buradan köklərin verib də x-i də, yəni bu x-dir, bu isə y-dir. 3/5x-dir, 2 isə y-dir. Yəni 4 vuraq, 3/5 üstə gələk, üstə gələk 3, y-də 2-dir. Bərabərdir C-yə. 5 vuraq x
burada neçədir? 2 10 da 4'dür. Üstə gələk 2 vuraq 3. Deyə y-i 3 verib. Bərabərdir k-ya. Buradan alarıq nə? 4'ü 3 12, o da 2 14 eləyəcək. 14 üstə gələk 6 bərabərdir c. Buradan isə demək 12 10 12 eləyəcək də 12 üstə gələk 6 bərabər k. Yəni c 20'ye bərabər oldu, k 18'e. Şimdi burada qoyaq onların qiymətini yerinə və A ilə B-nin də qiymətlərini yanına. A, B, M-ni. Demək aldıq nə? 4x plus 3y bərabərdir C-ni 20 tapmışıq. 5x plus 2y bərabərdir 18. Şimdi burada həll edib x, y tapmış olarıq. Bərabərləşdə 3y ilə 2y 6y eləmək istəyiriksə bunu 2'yə vurarıq. Bu birinci tənlik, ikinci tənlik 3'ə. Vursaq nə alınacaq? 8x plus 6y bərabərdir 40. Burada isə 3'ə vursaq 15x 3'ə vursaq 6y bərabərdir 3'ə vursaq 54. Gəlin belə bir şey eləyək. Aşağıdakindən yuxarıdakini çıxaq, çünki bunlar ondan böyükdür. 15x-dən 8x-dən çıxsam 7x qalar. 6x-dən 6y-də daha doğrusu bu. 6y-dən 6y-in getdi. 54-dən 40-ın 14 eləyər. X bərabərdir 2'yə. Sonra x-i qoysaq bununla bərabərliklərdən birində yerinə, onda biz tapmış olarıq. Ya bir bunlardan birində yerinə 5x, yəni 5 vuraq 2, üstə gələk 2y bərabərdir 18. 2y bərabər bu 10 eləyər, bərabər 8, y bərabərdir 4. Yəni tapdıq 2 və 4 həlləri. 30 da həmin tipli misaldır. Demək A 4'ə bərabərdir. Bax görürük. B 5'ə bərabərdir. M 2'ye bərabərdir. C isə, belə N isə N də bərabərdir 7'ye. Bunları qoyaq yerinə, C ilə K-nı tapaq. Bir də ki, bunlar var da. Bu x-dir, bu y-dir. Bu x-dir, bu y-dir. Demək A 4, birbaşa yazaq da 4 vuraq. X-in yerinə 3 onda 5 yazsaq. Üstə gələk. B 5, y-dəki 2 bərabərdir C-yə. Yəni C-ni buradan tapmış olarıq. Bəs K nəyə bərabərdir? M, yəni 2 vuraq x 4 onda 5'dir. Üstə gələk. N yəni 7'dir. Y-dəki 3'dür. Bərabərdir K-ya. Buradan C bərabərdir nəyə? Demək 12, o da 2, 14. Üstə gələk 10. 24 eləyər. 2 dəfə 4'üm 8, 2 dəfə 5'im 1, 9 eləyər. 4 onda 5 2'yə vuranda 9 eləyər. Bu da 21, o eləyər 30. K bərabərdir 30. Tapdıq bunları. Onda bu tənlikləri qurub, tənliklər sistemi yazıb həll eləyə bilərik. A demək 4'dür. Bax 4x, x-dəki verib də, yox, verməyib. X-i tapacaq. 4x üstə gələk B-dəki 5, 5y bərabərdir. C-ni 24 tapmışıq. Buradan M 2x üstə gələk N 7y bərabərdir. K-nı da 30 tapmışıq da 30. Bunu 2x-ə vursaq, 2'yə vursaq daha doğrusu
Bunlar bərabərləşər. 4x üstə gələk 5y bərabərdir 2, 24. 4x üstə gələk 7y 2'ye vurmadım mı? 2'ye vursak 14x eləyəcək. 14x 14y bərabərdir 2'ye vursak 60. Aşağıdakından yuxarıdakını çıxaq. Çünki bunlar bax böyükdür nisbətən. Çıxsaq 14y-dən 5y çıxsam 9y eləyər. 60'dan 24'ü 36. Y bərabərdir 4'ə. Y-in qiymətini 4 tapdıq. Qoyaq bunlardan birində yerinə. Bax burada qoyaq yerinə. Burada. 4x üstə gələk 5 vuraq 4 bərabər 24. 4x bərabərdir. Bu 20 eləyər. 24'dən 20 çıxsam 4x bərabərdir 1. Tapdıq 4 və 1. Ya 1 və 4'də bax belə. X'i birinci yazırıq da xy. Yəni həllər çoxluğu A, qaten həllər çox B ilə işarə edilmişdi. X plus y cəmini tapın. Bax, həllər çoxluğu deyəndə, yəni bax, A-nın bax, X-i və Y-idir də bu, 3/2 Y. Yəni, 5X-in A-ya aiddir də bu. 5X-i yazsaq X-in yerinə 5 vuraq, 3/2 üstə gələk, 6 vuraq, Y-də 1-dir. 1 bərabərdir C. C-ni tapa bilərik də burada. Bu birisi içində yazaq da 4x plus 5y bərabər. K-nı da tapaq. O da B-yə aiddir də. Ancaq B-yə aiddir. Həllər çoxluğu 1 və, yəni bu x-idir, bu y-idir. Qoysaq yerinə 4 vuraq 1, üstə gələk 5 vuraq 2/8. Bu da K. 15, 16 eləyəcək bu. 16 üstə 6, 24. C 22. Demək bu 4, 5'i 8'e vuranda 40, yəni 4 gələcək üstünə, 5'i 2'ye vuranda 10, 14. 14'ün üstünə 4, 18. K bərabər 18. Bir dəqiqə 5 dəfə, 16 eləyir. 18. İndi nə deyir? Bir işarə edilmiş x plus y cəmini tapın. İndi bu C ilə K-nı qoyaq yerinə. Ümumiyyətlə mahiyyət ondan ibarətdir. Bu sistem tənliklərin ki, yəni kəsişən hissə sistem tənliyin həllidir. Hər ikisinin ortaq həlli. Yəni hər iki tənliyin ortaq həlli bu kəsişən hissədir. İndi biz yazaq 5x üstə gələk 6y bərabərdir C-ni tapmışıq 22. 4x plus 5y bərabərdir 18. Yəni bunları həll eləsək bu x, y-i, yəni ortaq həllini tapmış olarıq. 5x, 4x, 6y, 5y, yəni bunları bərabərləşdirmək üçün gəlin birincini 4'ə vuraq, x-lərin bərabərləşdirək. İkincini 5'ə. Bərabərləşsin və çıxaq alt-alta, sonra y-i tapmış olaraq. 4'ə vursaq, eləcək 20x üstə gedək, 24y bərabərdir 88. 5'ə vursaq 20x üstə gəl 25y bərabərdir 90 olur da, eləmi? 90. Aşağıdakından yuxarıdakını çıxsaq, bunlar gedir. 1y qalır, bərabərdir 2'yə. Y-i 2 tapdıq. Qoyaq burada yerinə x-i tapaq. 5x üstə gəlir 6, y-in yerinə 2 yazdım, bərabərdir 22. Bu bərabərlikdir. 5x bərabərdir 22 çıxaq 12, 5x bərabərdir neçə eləyir? 10 eləyər. X bərabərdir 2. Yəni x, y-i tapdıq 2, 2. Bizdən nə soruşur? X plus y cəmini. X plus y bərabərdir 2 üstə gələ 2 bərabərdir 4. Sonuncu tapşırıqda tənliyin həllər çoxluğunu demək A verib burada 2, 3/8.
bu tənliyin həllər çoxluğu da, yəni bu əsas buna aiddir də, B-yə aiddir. 5, 1,5. Ancaq B-yə aiddir. Yəni x, y. Oradan qoyub, yəni qiymətlərini yerinə qoyub C-ni və K-nı tapa bilərik. Bax, 4 vuraq. 4 vuraq x-in yerinə, bu x-idir, bu y-idir də. 2 qoysaq, üstə gələk 5 vuraq. Bunda 3,8 bərabərdir C-yə. C burada nəyə bərabərdir? Bu 8 eləyər, bu da 15, o da 4, 19. 19-dan 8, 27. C-nin tapdığı 27. 3 vuraq, bu biri tənlikdən vuraq. Burada da ki, x, y-ləri onlardır. 3 vuraq 5, üstə gələk. Y neçədir? 1,5, 4-ə vuruq. 4 vuraq 1,5 bərabərdir K-ya. Yəni, K nəyə bərabərdir? Bu 15 olur. Bu da ki 6-da, 15 ilə 6. 15 ilə 6 neçə eləyir? 21 eləyər də. 21. Bu da 21 oldu. İndi qoyaq, tənliyi aldıq belə. Bax, indi x, y-i deyir tapmaq lazım. Bu x, y nəyi göstərir? Yəni, bu niyə bura düşür? Yəni, dedik ki, sistem tənliyi də elə mahiyyət ondan ibarətdir ki, ortaq həllər tapılmalıdır. Yəni, kəsişmə nöqtəsi, bunların kəsişməsi. Yəni, 4x plus 5y bərabərdir C 27-dir. Bir sistemdə yazıb həll eləməliyik. 3x üstə gələk 4y bərabərdir K-da 21. Bunu nə cür vurarıq? 4, 3, yəni bunu 3-ə vuraq. Burada 4-ə x-lər bərabərləşsin. 3-ə vurdum 12x, 15y bərabərdir 81. 4-ə vururam 12x, 16y bərabər 84. Aşağıdakindən yuxarıdakini çıxsaq, 16y-dən 15y eləyir. 84-dən 81-in 3. Y-i 3 tapdım. Aparıb qoyaq bunlarda birində yerinə. Tutaq ki, bu aşağıdakında qoyuram yerinə 3x üstə gələk 4 vuraq, y-in əvəzinə 3 yazıram, 21-ə bərabəri. Demək, 3x bərabər 12, 9 eləyəcək. X bərabərdir 3, yəni ikisi də 3-dür. X plus y cəmini soruşur. 3 üstə gələk 3, o da eləyər 6. Demək, bu mövzuya aid olan tapşırıqları burada bitirdik. Güman edirəm faydalı oldu. Like düyməsini tıklamağı unutmayın. Sağ olun.